Sürücü işlədiyi mebel fabrikindən işdən çıxarıldı. Xırda problemlərdən işçiləri bir-bir çıxarırlar. Adam iddia edir ki, onun səbəbi günah olmadan çıxardıblar işdən. Mən sizi tanımıram. Tanımırsa tanış olaq. Niyə bura qapalı zonadır? Niyə rəhbər gizlənir? Xahiş eləməlisiniz. Biləm yığışdırsınız da. Hə. Sürücü işlədiyi mebel fabrikindən işdən çıxarıldı. Bəli, belə bir iddiayla Ümid Məmmədli adsoyadlı şəxs çıxış edir və bildirir ki, çalışdığı müəssisədə heç bir günahı təqsir olmadan işini itirib. Qardaşlar mebel fabrikində sürücü kimi çalışırdım, tır sürücüsü kimi. Müqavilə ilə işlədirdiniz? Bəli, müqavilə ilə. Hər şey qaydasındaydı da. Hər şey qaydası problem yox idi. Sadəcə adi bir dincəlmə üstündə işçiləri çıxardırlar. Rayonlara, məhsullara daşıyırdı. Yolda 1 saat yarım dincəlməkdən ötürü mən hədə qorxu ilə işdən çıxartdılar maddə ilə. Dedilər gəl ərzəviyyat yadmasın sizi maddə ilə çıxardacaq. Müqavilə bitməmişdi, maddə ilə çıxartdılar. Orada nə yazılıb ki? 2 gün mən işə gedib gəlməmişəm. Hansı ki, fabrika müdürü İbrahim Mirziyev mənə dedi ki, çıx işdən, axıranı tapşırdı ki, bunu buraxma. Başladılar mənim əleyhimə fabrikin işçilərinə izahat almağa ki, sabah məhkəməyə çıxartsınlar. Çünki hal-hazırda həmin o işçilər orada işləyir. Yəni indi istəyiniz nədir? İstəyim odur ki, maddəmi götürülsün və bütün bir il 2 ay işlədiyim müddətdə həmin o pullar hamısı əmək haqqımı hesablansın, verilsin və təzminatım ödənsin. Burada bir rəsmi şəxs nümayəndə varmı, danışa bilərikmi? Vətəndaş var, burada işləyib, deyir işdən çıxartdılar, qanunsuz çıxartdılar. Bir nümayəndə çağırardınız da. Rəhbəri burada yoxdur, mən kim çağırıb? Kimsə yoxdur, bir digər şöbə müdürü, digər əməkdaş. Bu boyda fabrik, müəssisə yiyəsizdir. Müəssisədə rəhbərlik burada yoxdur da. Rəhbər olmayanda yiyəsi olur bura. Xeyr, biz buradayıq da. Sizinlə iş bitir, işdən çıxarıldığı deyilən vətəndaşla gəldik, onun çalışdığı deyilən müəssisəyə. Amma rəhbər yoxdur, rəhbər sizi qarşılaya bilməz. Müxtəlif bəhanələrlə yayılmağa çalışırlar. Sizə nəsə lazımdır? Bəli. Nə olub da məsələ? Soruşuram da mən sizdən. Nəsə deyirsinizsə, müdaxilə edirsinizsə, deməli. Mən sizi tanımıram. Tanımırsa tanış olaq. Onu qoy danışaq yaxşı. Mikrofonu niyə yerə qoyuram ki? Yəni bizim işimiz mikrofondur da. Səs girə bilməzsiniz. Zaten yox çəkilməz. Çünki sənət təbii edin. Bəli, qarşımıza çıxmağa adam tapmadılar və müəssisənin bütün bu balaca və böyük qapısı bağlandı. Suallarımız da cavabsız qaldı. Biz gelmişdik Binəqədəki müəssisəyə. Bizi oradan yönləndirdilər bura ki, gedin baş ofisə. Hüquqşünas dedi bizə Daxili İşlər Nazirliyi dedi ki, indi xahiş edirəm bizə yol göstərməyin. Yəni bizə orada dedilər ki, hüquqşünas var, burada müsahibə verəcək. Ona görə biz gəlmişik. Vüsal bəy kimdir? Hə, gözləyirik. Əlsiz. Xahiş eləməlisiz. Biləm yığışdırsınız da. Hə. Qardaşlar Mebel Səhmdar Cəmiyyəti 20 oktyabr 2025-ci tarixli direktorun əmri ilə vətəndaş Məmməd Ümid Vidadoğlu işdən kənarlaşdı və əmək müqaviləsinə xitam verilib. Bununla bağlı vətəndaş mediasiya təşkilatına müraciət edib və mediasiya təşkilatına müraciətindən sonra məsələn bağlı məhkəmədə mübahisələndirəcək. İndi vətəndaşın öz fikri var, öz arqumentləri var ki, işdən qanunsuz çıxarılıb. Qardaşlara Qapalı Səhmdar Cəmiyyətdə əsaslanır ki, yəni hər hansı bir qanunsuz bir əmr verilməyib işdən çıxarılmağa bağlı. Sonda məhkəmənin qərarı olandan sonra aydınlıq gələcək ki, hansı tərəf bu məsələ ilə bağlı haqlıdır. Ümumiyyətlə sizdə işdən çıxarmaqla bağlı səbəb var, yəni ki, məlumat varmı yoxsa niyə çıxarılıb? Əlbəttə ki, biz hər hansı bir işimizi ümumiyyətlə qanunsuz əsasda görmürük. Hansı bir iş görəndə, hansı bir əmr verəndə əlbəttə ki, faktlara əsaslanıb qanun çərçivəsində işlərimizi həll edirik. O faktın birini deyə bilərsiniz yoxsa? Biz bununla bağlı məhkəmədə yəni mübahisələndir. Çünki vətəndaş bununla bağlı məsələn bağlı məhkəməyə müraciət edir. Məhkəmədə də bu məsələ ilə bağlı mübahisələndirəcək. Məhkəmə sonunda bununla bağlı qərarını qəbul edəcək. Yəni biz hesab edirik ki, biz haqlıyıq bu məsələdə.